Geldik. Hello. Əvvəl hello deyirdik. İndi deyirəm biz getdik. Hara gedirik bilmirik. Bu yaxınlara gedirik. Çünki ev kostyumunun üstündən keçirtmişəm kurtkanı. Makyajım da yoxdur. Deməli, nə edirik? Yasamal rayon nə edirik? Akkoda çıxırıq. Yox, endirmə görə nə yaxşı bunlar tutublar. Baker House'un tortları. Bir də bu bonjurlar. Bonjurları da sevirəm bunları da. Dursa hamısı düşür trüfeldən. Kruzlar var. Bir dənə belə klubnika ilə probunu götürdüm. Bellalar da düşür. Ferrero Rocher'də Rafael altındakı Ferrero Rocher düşüb 20 manata. Mən bir dənə konfet axtarım. Hello, Səlimlə gedirik şəhərə. Hara gedirik bilmirəm. Amma gedirik şəhərə. Sən axtardı tepini. Sən alsın. Dili soğucu. Qatarlı oyunlar çıxar. Geldi 28'e çıxdıq. Heç bilmirik vallahi hara gedirik. Belə Suvakiki Balakənə qatar yolları açılıb. Onun reklamı gedir. Burada nəsə təmir gedəcək. Yəqin Krasnola gedərik biz yolla burada. Baxarıq indi hara gedək, hardan gələk, niyə gedək, niyə gələk. Bayaq aksesuarlarımı göstərən bir video paylaşmışam hər yerdə. Bu gün hansı aksesuarları taxdım. Sonra yadıma düşdü ki, bəs bunu heç taxım da, alıram qalır, alıram qalır. Dedim, yox, bir əlimə onu taxım, bir əlimə bunu. Qızılı keçirdim, o bir barmağıma bunu keçirdim. Bu 3 dənəli üzükdür, çoxdan almışam. Çoxdan deyəndə bir xeyli axladım. Mən göstərmişəm sizə, yox, desən 20 manat almışdım. İstəyirsiniz tək-tək taxın, istəyirsiniz belə taxın. Qızıl modeli üzərindəndir, sirkondular. Yanılmamsa 20 manat almışdım. Bijuseriya qiymətinə. Fikirləşdim, bunda taxımda nə olacaq ki? Almışam qalıb. Əzizlərim, bugün getməliydim mezoterapiyə. Bir gördüm mənim ulduzum zəng vurub, deyir ki, gəl gedən. Dedim, vay Səlimlə gedəsi yerdə gedmədim, gəzmək gedik. Sabah inşallah mezoterapiyə gedəcəyik. Ulduzuma da Allah şəfa versin, əməliyyat keçirdi. Şükür, yaxşıdır. Belə. Qalınca mən hər şey taxıram, cibimə görə, zövqümə görə. Bijuteriyada taxa bilərəm. Gümüşdə, qızılda. Hətta mən sizə deyim ki, elə bijuteriyalar var ki, qızıl qiymətləridir. Elə də var, gümüş qiymətləridir, yəni orijinal qəşəng olur, brendlər olur, çox bahada. Baxırsan ki, məsəl üçün AP, necə deyirlər? APM Monaco. Baxırsan gümüşü də üstü qızıl suyuna çəkilmiş staylda, yəni ki, poladı da eyni qiymətədir. Məsəl üçün gümüş bir sep bizim pulundan burada 600 manatadır. Ağ rəngi gümüş, ağ qızılın suyuna çəkilib. Məsəl üçün qızılı rəngi götürüblər, poladı qızıl suyuna çəkiblər. Yəni ki, belə. Eləcə də üzükləri 155-dir, 175 manatdır. Hə, ağı gümüşdür və yəni brenddir ona görə. Mən lap bəzi görməmişlər kimi danışdım. Bəzi görməmişlər, mən yalnız qızıl taxıram. Bir cür 3, maksimum 5 qramacan olan nəsə taxıblar. Elə də deyirlər. Sonra da görürsən gümüş də taxır, bijuteriya da taxır. Yox, mən hər şey taxıram və cibimə uyğun. Əlbəttə ki, pulum olsa, Türk nazirliyində olan, amma Cartier filana da minimum 1000 dollardan başlayır da, Cartier'in ən ucuzlusu. Onu belə alaram. Niyə də yox? Niyə də yox? Yəni mən hər şeyi taxıram. Gümüş də taxıram, bijuteriya da taxıram, qızıl da taxa bilərəm. Cibimə uyğun və zirqimə uyğun. Səlim də kef edir. Çıxdı Crescent Mall'a, amma bircə başa düşməyəm. Crescent Mall sözü, Crescent sözü ay para deməkdir. Yarım ayda, yəni polu mescə ay para. Amma bunun dizaynın harası ay paradır bilmirəm. Əksinə bir dənə ay para işarəli yer var ya, orada hələ də bilmirəm. Kimdən də soruşuram, deyirlər. Bilinmir, business center olacaq, otel olacaq, rezidensiya olacaq, nə olacaq bilinmir. Oradan elə xoşum gəlir. Amma bu ay paraya bənzəmir axı. Yəqin, baxın, ay para olan baxın budur. Baxın, ay para formasında olan budur. Amma bu deyil axı. Crescent Mall'da Aydon'u sevirəm. Sumkalarını sevirəm. Bura təzə açılanda adam əlindən tərpənmək olmurdu da, gizli gətirin. Yadınıza gəlir. Suən yarıqçı. Yarıqçıda hər bir 70% endirim. Oxu da endirimli olanda süper olur. Mangal. Kofe mania. Sən kofe içmirsən, biz yuxarıda yemək yiyəcəyik. Acayip güyük. Hara geldi, harada restoran gördü deyir, oraya girer.
Səlim Muşka Oxford gününə geçən paltardır da baxın. Süperdir. Gidik. Burada nədir? Prime'dır. Next Mango. Buranı da geçən gülçə ilə bəzəyiblər. Geçən. Wycon, baxın blesklardan birini bunu almışım. Yaxşı blesk bu istəyir. Amma qiyməti qalxıb. Deyirlər 16'dan 19 aldım için. O gül çiçeği çekme istiyorum. Işıkları çekmek istiyorum. Görüm Səlim icazə versə şekil çəkərdi. Ama icazə versə Stradivarius'un qarşısında. Başka Stradivarius üzbərizdirlər. Aşağıda ama lüks olmalıdır. Ha, bunlar deyirdim, baxın görün nə qəşəng. Hələ bu Səlim icazə versə bu səs çıxardır. Baxın nə qəşəng güldür. Bundan papatya cütlü kalbası ilə sifariş verdik. İndi hazır olsun. Nömrəmiz 622'dir. Gözləyirik. Səbirsizliklə yeməyini gözləyir. Elə bir aclıqdan çıxıb mənim balam. Deyirəm jaketi çıxardaq, çıxartmır. İstədi bura. Səbirsizliklə yemək gözləyən Səlimim. Acayip da oldum, neyim? Gün olduğu için ve Ramazan ayı olduğu için, günlərsə oruç tutduğu için, əməli salihlərin oruçları qəbul olunsun. Nə görə boşluqda elə də burada oturmağa da bir yer tapmırsan. O çirəcəlindən də tərpənənmirsən. Hazırlanır, baxın 2 dənə nimçəm. Bu çaşdırlı stakanlar, hamısı adına razılıqlar, yəni ki, tam kekiyini. Siparişimiz də hazır, gedirik yeməyə. Səlim Muşka hələlik bunlardan yer. Nəcəbsə onun həzm rahatən keçirmir. Mənki də istidir, dilimiz yanır, amma Səlim Muşkamız yiyir. Nuş olsun oğlum. Səlim Muşka, Səlimçik. Nino'ya gəldik, gələn kimi. Ən böyük Nino buradadır və ən gözəl seçim buradadır. Gedək. Mənim sevimli kitabım 5-ci yerdədir. Bunu da tərifləyirlər, amma bilmirəm necədir. Haricdən olan qız Nino'nun yazıcısından, amma mən bunu daha çox sevirəm. Bunu niyə sevmirəm? Çünki hər zamanki kimi bizim bəylər, bizim öz millətimizdən olan qızları bəyənmirlər, Gürcünü sevirlər. Gürcü bunu duelə salır, sonra dueləndən sonra gedir, çıxır, gedir, vahşi, xoşlamadım. Yox, qəşəng yazılıb yazım baxımından, amma bu superdir. Mən bunun rusça oxumuşam. Bunu da rusça oxumuşam, bunu da. Bunun özünü oxumuşam, məndə rusçası olmalıdır. Bunun PDF-ini oxumuşam. King bəyəndim. İlk kitabı Parıltıdır. Az qalıb bitirməyimə. Parıltını çox bəyəndim. Belə balaca periplotda olanlar daha ucuzdur, nəinki böyük olanlardan. Amma çox maraqlı kitabları var da, yəni nə deyim sizə. Mən bu dəqiqə Stephen King'in hani bunu oxuyuram. Baxın 9.60'da. Amma mən böyük periplotda almışam deyə. Bax, gəlib buradan elə balaca periplotlarda alacağam. Baxın Anon. Bunu aldım da 12 manat 10 qəpikdir. İndi alacağım bunu. Bir qutardıqca gəlib oxuyacağım. Siyani xoşuma gəldi. Parıltı Azərbaycanca oxuyuram düzdür, amma biraz baha idi. Rəhmətli Anna Jane'in kitabları var, amma Anna Jane'in kitabları adətən şey olur. Necə deyim sizə? Arda olan kitablar olur da, trilogiya falan olur. Belki bunlardan götürün bir dənə. Colin Hoover'ı da sevdim. Trilogiya da, amma 4-cü hissəsi çıxıb. Хорошая девочка должна умереть, хорошая девочка, дурная кровь. Bir də var idi, yadımdan çıxıb. 3 dənə idi, yadınıza gəlirsə. Bu da 4-cüsüdür, çıxıb. Bunu da alacağım inşallah. Yəqin alıram indi. Aldıq McFlurry. İkimizə bir dənə aldıq Səlimdən. İndi anabala yeyəcəyik. Durduq dondurmamızı yeyəndən sonra Nino'da nə almışıq göstərim sizə. Bu 4-cü hissəni aldıq. Хорошая девочка, плохая компания. 8.50. Qiymət soruşmağı sevənlər üçün. 6 manat 50 qəpik. Bunun Rus Bookdokunda tərifli. Əslində bunlarda bunun hələ tərifi çıxmayıb. Burası əvvəlki 3 hissəni oxumuşam. Təriflidir. Həqiqətən bu Skorpi satanıdır. Maria Carelli.
Və bir də mən sizə dedim ki, mən Stephen King'in Parıltısını oxuyuram. Düz Azərbaycanca oxuyuram. Bu dəfə aldım Ano. Ano belə nə qadın cinsidir, nə kişi cinsi, yəni rus dili bilməm. O deməkdir, amma nə qadın cinsinə aiddir, nə kişi cinsinə, rus dili bilməyənlərə aiddir, yəni. Belə. Bu da 12-10. Yəni belə periplotda olanda daha ucuz olur. Çalışın kitab alanda belə periplotda alın. Baxın, bu tenlər superdir. Məndə başqa rəngidir, superdir. Hələ belələri də var, baxın. Görün nə qəşəngdir. Nə baxın, əlimdən getməyib. Kariçim olan hansıdır, bilmədim də. Kariçim olan bilmədim hansıdır. Güzgü Rossmondda. Biz arada güzgü tapdıq Səlimlə. Güzgüdə şəkil çəkdirik, video çəkdirik. O bizdə güzgü adətidir, hə Səlim? Göz paleti olmadı, görün glitterlər necə yaxşı bəlmə. Glitterlərinə görə istəyirdim, olmadı. Sizə çəkmək istəyirəm əsərdə. Görün nə qəşəngdir. Super də. Mən də bəyəndim. Və həmin o bayaq göstərdiklərimin davamı. Görürsünüz nə qəşəngdir. Superdir, hə? Çox bəyəndim. Burada elə bir dənə, baxın ağac da var. Səlim qoymadı bayaq çəkməyə, görün nə gözəldir. Sizə bunları çəkib başa çıxmadım. İndi aşağıdan yuxarıda çəkim sizə. Və bu sakuralar açmış ağac. Yanılmamsa sakuradır. Deyək görün nə qəşəng güllərdir. Baxın, çiyələkli kökə və moruqlu kökə var. Moruqlu kökə aldım. 1.70'e super moruqlu bulkalardır. Parisin qarşısında oturmuşuq Səlimuşqa ilə. Hilton'un deyirlər ki, müəyyən hissəsi oteldə, müəyyən hissəsində Ritz-Carlton'dakı kimi evlərdir. Mən Ritz-Carlton'da panoram şüşəli ev istəyirəm. Mütləq də olmalıdır. Onu alandan sonra mütləq gəlib Hilton'da da alaram. Niyə də yox? Mən ondan da gözəllərlə layiqəm. Hava da mis gibidir, mis gibi. Yorulmuşuq Səlimlə. Bizə də belə yerlərdə ev lazımdır ki tez-tez şəhəri gəzəndə sizin üçün də video çəkək. Sizlərdən bir xahiş eləyəcəm. Fərqi yoxdur bu video YouTube'da, Instagram'da, TikTok'da, harda, Facebook'da paylaşılacaq. Hamınız mənə abunə olun. Follow edin, subscribe edin, takip alın, izləməyi alın, izləyin, takipçim olun, follower, subscriber, izləyicim, abunəçim olun, nə dildə deyirsinizsə. Öz yaxınlarınıza da deyin həmçinin. Sonra zınqrov işarəsini tıklayırsınız, bütün bildirişləri aktiv edirsiniz. Sevənlər xüsusilə, sevməyənlər də. Onsuz da sevmədən izləyirsinizsə hələ takibə alın, zınqrov işarəsini tıklayın, hamısına da bir-bir baxın. Sevmədən də izləmiyorlar. Və sevənlər və sevməyənlər öz yaxın ətrafınıza məni məsləhət görün. Sevənlər sevən kimi, sevməyənlər də sevməyən kimi. Fark etməz. Əsas o da baxır sayım artsın, adam sayım artsın. Yəni ondan mənə pul gəlmir. Sadəcə xoş olur da, virtual ailəm böyüyür. Səlim də yorulub məndə. Rahat qurmədən bilsəz nə almışam. Salatda yaxşı gedir. Hövsan soğanı. 8 manat idi kilosu. Burada 532 qramdır. 4 manat 26 qəpik. Yarımdan biraz çox. Salatlara yaxşı gedir. Özdə dadlı olur. Çox yerdə olmur bu hövsan soğanı. Həmişə də baha olur.